1992-ci il fevralın 25-dən 26-sına keçən gecə, qanlı soyqırım gecəsi, insan vəhşiliyinin zirvəsi. 34 il keçməsinə baxmayaraq hər ilin bu günü qan verən yara. Çıxartdı əlindən bəxt üzüyünü, matəmə çevrildi toyu, düyünü. Qaralar geyindi hər il bu günü, Xocalı dərdini andı Xocalı, yandı, diri-diri yandı Xocalı. Şair Talih Cəfəroğlu'nun bu şeirinin hər misrasından qan damır və hər ilin bu günü o qan damacaq. O gecə tonqalda yanan, qanına qəltan olan, şaxtada donan, süngülərə sancılan nə qədər insan gözləri yolda, əlləri göylərə uzalı getdi. O gecə dünya özü daşa dönmüşdü, dünya vəhşiləşmişdi. Dünya kör olmuşdu, yağ amansız. Xocalı dağılan, talanan gecə. İsmətli gəlinin, məsum qızların naləsi göylərə calanan gecə. Xocalı dağılan, talanan gecə. Çatmadı heç yana əli, çatmadı. Köməyə obası eli çatmadı. Odu söndürməyə seli çatmadı. Körpələr ocağa qalanan gecə. Xocalı dağılan, talanan gecə. Südabə içində boğuldu səsi. Şaxtada çovğunda dondu nəfəsi. Müxənnət xəncəri namərd gülləsi bağrının başında dolanan gecə. Xocalı dağılan, talanan gecə. Bu ağrı, bu yanğı bizim ürəyimizdə əbədi yansa daha yaxşı olardı. Unutqanlığımız gələcək nəsillərin böyük faciəsinə çevrilməzdi. Bu faciə tək Xocalı faciəsi deyildi. Bu yeni formalaşan əli silahsız Azərbaycan dövlətinin faciəsi idi. Torpağında yer verdiyi, sürfəsində yedizdirdiyi, Böyük Ermənistan qurmaq həvəsində olan ermənilərin vəhşilikləri ağla sığmaz, çəki gəlməz oldu. Əbədi yaşar şairimiz Məmməd Arazın "Nə yatmısan, qoca vulkan, səninləyəm, ayağa dur, Azərbaycan, səninləyəm" deyə haray çəkən misraları kimi Azərbaycan xalqının içində də intiqam hissi gücləndi, vətən eşqi haray çəkdi. Azərbaycan gücləndi, qüdrətli dövlət oldu, ayağa durdu. Vətəndən ayrı düşən vətəni qaytardı özünə. Xocalı göylərində intiqam deyə dolaşan ruhlara dinclik gətirdi. Yağı dizə çöktü, qələbə çalındı. Zəfər sədası dünyanı bürüdü. Amma nə Azərbaycan dövləti, nə də Azərbaycanlılar Xocalı faciəsini, bu qanlı soyqırım gecəsini heç vaxt unutmayacaq.